Salam, hər vaxtınız xeyir. Dünən İran ərazisindən Naxçıvana pilotsuz uçuş aparatının göndərildiyi və bu raketin deməli İranda aeroport terminalına, həmçinin məktəbə düşdüyü bildirildi. 4 nəfərin xəsarət aldığı məlumatı var. Bundan sonra Prezident İlham Əliyev çıxış etdi və İran tərəfindən belə bir addımın atılmasını sərt tənqid etdi. Bütün bunlarla bağlı Cəsur Məmmədovla danışırıq. Cəsur Məmmədov Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəridir, hərbi ekspertdir, siyasi şərhçidir və Cəsur bəy, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir, xoş gördük. Cəsur bəy, dünənki hadisədən sonra müxtəlif fikirlər yarandı. Heç də hadisə birmənalı qarşılanmadı və demək ilk olaraq ağıllara bu fikir gəldi. Doğrudan da mı ki, ABŞ və İsraillə, eləcə də Körfəz ölkələri ilə ciddi münaqişədə olan İran Azərbaycana raket göndərir, pilotsuz uçuş aparatı göndərir və yaxud ki, Türkiyəyə göndərir. Lazımdırmı İrana bu? Buyurun. Bilirsiniz, yəni bu hadisə baş verən zaman mənim ağlıma o fikir gəldi ki, ümumiyyətlə İran çalışır ki, bütün dünyanın diqqətini bu bölgəyə yönəltsin. Yəni çalışır daha çox belə deyək, dəstək əldə eləsin, amma hələ ki buna nail ola bilmir. Yəni əgər baxsaq, Azərbaycana bir gün əvvəl Gürcüstanda da, yəni ki, müəyyən radar hücumu ilə bağlı belə siqnallar var idi. Yəni müəyyən sosial şəbəkələrdə Gürcüstana mümkün radar hücumlarının ola biləcəyi ilə bağlı siqnallar yəni düz bunlar təsdiqlənmədi. Amma ümumilikdə fikir ondan ibarətdir ki, burada Qərb üçün, Avropa üçün çox ciddi bir iqtisadi enerji infrastrukturu var. Yəni bu regionda, yəni Azərbaycan, Gürcüstan və Türkiyə, yəni və İranın da müxtəlif rəhbər şəxslərinin, xüsusilə də hərbi şəxslərinin bəyanatlarından, yəni son bəyanatlarından o bildirilir ki, yəni ümumiyyətlə bu İsraili təmin edəcək bütün enerji istiqamətləri məhv ediləcək və s. Yəni bu kimi bəyanatlar var, səsləndirilir. O baxımdan, yəni iqtisadi baxımdan, enerji baxımından mənim ağlıma gələn fikir bu oldu ki, hansısa bir formada Avropaya təsir etmək istəyir İran ki, Amerikanı dayandırsın. Çünki əks təqdirdə bu zolağı, infrastrukturu məhv edə bilər. Yəni bu ideya mənim fikrimə gəldi. Yəni mənim fikrimdə ən əsas səbəb budur. Yəni buna görə artıq ilkin bir işarət siqnalı oldu ki, yəni mən bu zonayı hədəfə götürə bilərəm. Yəni bu görüntü bundan ibarətdir. Mənim ağlıma gələn ilk səbəb bu oldu. Amma İran yəqin ki, nəzərə alıb ki, Naxçıvan Qars müqaviləsinə əsasən Türkiyənin də qoruduğu bir ərazidir. Belə olan halda təkcə Azərbaycanı yox, həm də Türkiyəni öz üzərinə çəkmiş olacaq. Bəli, yəni ki, yəqin ki, onlar bunu bilirlər. Ümumi, yəni rəsmi bəyanatlardan və qeyri-rəsmi bəyanatlardan bəlli olur ki, ümumiyyətlə İran tərəfinin bu addımdan xəbəri var rəsmi səviyyədə. Çünki rəsmən onlar təklif etsələr də, amma digər mənbələr, yəni ki, müxtəlif inqilab keşikçiləri ordusuna yaxın mənbələr, yəni bunun qəsdən edildiyi barəsində informasiyalar sızdırdılar, rəsmi və qeyri-rəsmi olaraq. O baxımından mən düşünürəm ki, burada İran rəhbərliyinin, çünki burada 4 dron zərbəsindən söhbət gedir və bunun belə deyək, təxminən eyni ərazinin nişan alması onu əsaslandırır ki, bu planlaşdırılmış bir məsələdir və nəzərə almalıyıq ki, bu Naxçıvan hava limanı eyni zamanda hərbi xarakterli bir obyektdir və onun yaxınlığında da bir hərbi hissə var. Təxminən bu ərazilərə belə deyək, nişan alınması, yəni onu demək ki, bu planlaşdırılmış bir addımdır. Əlbəttə ki, yəni Türkiyə və Azərbaycan birgə buna qarşı bir reaksiya verməsi məsələsi ortadadır, amma mən düşünmürəm ki, qısa müddət ərzində hansısa İrana qarşı hərbi əməliyyatlara başlasın bu iki ölkə. İran da yəqin bunu bilir. Və İran yəni ki, problemin vacibliyini göstərmək istəyir ki, mən çətin vəziyyətdəyəm, məni yəni belə deyək, çətin vəziyyətdə qoya bilər, müxtəlif formada ölkələrdən dəstək istəyir ki, bu böhranı dayandırsın. Türkiyənin marağında deyil ki, bu böhran böyüsün, onun ərazisinə daxil olsun və yaxud da Azərbaycanın da marağında deyil. Ona görə də istənilən siyasi kommunikasiya vasitələri, kanallar vasitəsilə mümkündür ki, bir sıra dövlətlər Amerikaya təsir eləsinlər, hansısa formada danışıqlara başlasınlar ki, bəlkə bunun bir siyasi danışıqlar yolu mümkündür və yox. Amma mən inanmıram ki, Amerika və İsrail bunu hansısa formada siyasi danışıqlar yolu ilə indiki məqamda həll etmək istəyirlər. Ona görə də İrandan bu tip təxribatçı addımların sayının çoxalacağını gözləyirəm.
daha çox, yəni böhranın daha çox geniş əraziyə yayılması istiqamətində addımlarını gözləyirəm. Əsas məqsəd odur ki, həm qərbi maraqlarına ziyan vurmaq, eyni zamanda da böhranı böyütmək. Digər ölkələr ora cəlb edib, bunun nəticəsində problemin həllinə nail olmaq. Yəni təqzib etdiyi halda buna davam edəcək, edə bilər. Mən düşünürəm ki, yəni ki, bu hər hansı bir halda elə mümkündür. Yəni ki, Azərbaycan, təəssüf ki, Azərbaycan və İran sərhədi çox uzundur və müharibə belə deyək, səhnəsi, teatr baxımından Azərbaycan çox çətin vəziyyətdədir və İranın istənilən yerindən atılan, istər Xəzər dənizindən, istər quru, istər dağlardan, istənilən sahələrdən atılan atəşə, raket atəşinə, dron atəşinə tuş gələ bilər. Yəni ki, Türkiyədə biraz vəziyyət başqa cürdür. Türkiyə biraz əhali baxımından nisbətən qərbə sıxlaşıb. Düzdür, şərqdə də xeyli yaşayış məskənləri var, amma Azərbaycan sırf belə deyək, İran sərhədindən Bakıya qədər 200 kilometr yaxın bir məsafədir. Yəni ki, çox yaxın məsafədir. İranın Azərbaycanın bütün şəhərləri, bütün obyektləri hamısı İranın hədəfindədir, fokusundadır. Hesab edirəm ki, Azərbaycan tərəfi bununla bağlı hansısa bir ciddi tədbir görməlidir, mütləq. Əlbəttə ki, siyasi danışıqlar vacibdir və yəni öz neytrallığını qoruyub saxlamalıdır bu məsələdə. Və yəni ki, müharibənin iştirakçısı olmalı deyil. Amma təxribatçı hərəkətlər çoxalacaqsa, davamlı atəşə tutacaqsa Azərbaycan ərazilərini və hansısa bir yaşayış məskənlərini, əlbəttə ki, Azərbaycan tərəfindən hansısa bir müəyyən addımlar atılması mümkündür. Amma bu addımlar Məsələn, nə cür addımlar? Məsələn, ilkin ideya bundan ibarətdir ki, təxminən o dron və yaxud da hansısa Azərbaycan tərəfindən atəşə tutan obyektlərin zərərsizləşdirilməsi, yəni ki, hansısa formada yerində Azərbaycanın təcrübəsi var və həm nəzəri, həm də təcrübə bilikləri var dron müharibəsi ilə bağlı 2020-ci il Qarabağ müharibəsindən sonraki dövrdə, yəni xeyli sahədə bu istiqamətdə inkişafa nail olub. Ona görə müəyyən zərərsizləşdirmə əməliyyatlarının aparılması mümkündür. Əlbəttə ki, İran tərəfi həmişə saçlı təksib eləsin, amma fakt kimi Azərbaycan tərəfi də deyə bilər ki, məsələn, Ermənistanla bağlı bu məsələ oldu. Ermənistan ərazisindən müəyyən raketlər qalxdı. Azərbaycan Ermənistan ərazisində bu raketləri zərərsizləşdirdi. Yəni belə bir hadisə baş verdi. O zamandan da İranda da İranla bağlı da bu kimi addımların atılması mümkündür ki, və İranı fakt qarşısında qoymaq lazımdır ki, baxın, yəni bu məntəqədən atıldı, yəni bu istiqamətdə mən də onu zərərsizləşdirdim. Yəni bundan başqa əlac yoxdur. Yəni başqa formada Azərbaycan bu addımları zərərsizləşdirmək yoxdur, dayandırmaq imkanında, iqtidarında deyil. Çünki İran başlasa dayanmayacaq, amma hansısa formada bunu sübut ki, fakt qarşısında qoymaq lazımdır İran tərəfini. Çətin olacaq, amma Türkiyə ilə birgə koalisiyada yəqin ki, Azərbaycan hansısa bir formada uğur əldə edə biləcək. Cəsur bəy, bəs necə oldu ki, bu dəfə Azərbaycanın hava hücumundan müdafiə sistemi işə düşmədi? Bu çox onu işə gətirmək lazımdır, yoxsa o həmişə 24 saat aktiv olur? Bu nə cür bir sistemdir? Bilirsiniz, yəni ki, bu məsələnin mən hesab edirəm ki, kökü bu müharibənin Azərbaycan üçün belə deyək, qeyri-ənənəvi olmasıdır. Yəni indiyə kimi Azərbaycanın bütün hərbi sistemi Ermənistana və Qarabağa fokuslanmışdı və bütün müharibə əməliyyatları, sistem, sxemlər, xəritələr, ümumiyyətlə düşüncə forması hamısı qərbə tərəf yönəlmişdi. Yəni Ermənistan və Qarabağ. Yəni bu istiqamətdə yəni necə əməliyyatlar aparılmalıdır, necə zərərsizləşdirmə olmalıdır və sadəcə indiyə kimi bu təxminən 30 illik bir dövrdür. Amma indi bütün bu proseslər cənubda baş verir və cənubda olan belə deyək, Azərbaycana qarşı hansısa bir formada hərbi aksiyaları, fəaliyyətləri qarşılamaq Azərbaycan üçün yenilikdir, yəni qeyri-ənənəvidir. Mən düşünürəm ki, burada bunun da təsiri var. Eyni zamanda səhlənkarlıq əlbəttə ki, burada mümkündür ki, olsun. Çünki 24 saat ərzində müharibə başlanandan bəri aydındır ki, Azərbaycan sərhəddində belə bir müdafiə sistemi ayıq vəziyyətdə olmalıdır. O cümlədə hərbi hava qüvvələri və hava hücumundan müdafiə qüvvələri və nəzərə alırıq ki, bizdə xüsusi müharibədən sonra, 2020 müharibəsindən sonra xüsusi pilotsuz uçuş aparatları, hərbi hissələri yaradılıb. Onlar həm dronların belə göndərilməsi ilə məşğuldurlar, eyni zamanda dronları nəzarətdə saxlamaq, yəni müşahidə etmək, radar nəzarətinə götürmək kimi işlərlə məşğuldurlar. Bütün bunlar işləməyib. Yəni bu suallar doğurur. Mən düşünürəm ki, burada sadəcə səhlənkarlıq halı var. Halbuki insanlar rahat şəkildə video, foto
çəkirdilər. Yəni ki, həmin belə deyək ki, dronun və o baxımdan məsələ belə bir şey səhlənkarlıq var. Yəqin ki, burada kimsə cəzalandırılıb. Yəni yəqin ki, biz bunu bilməyəcəyik. Kim cəzalandırılıb Müdafiə Nazirliyində, silahlı qüvvələrdə. Amma mən düşünürəm ki, burada iki məqam, həm yenilik, yəni yeni bir hərbi istiqamət və ikincisi səhlənkarlıq. Dünən İlham Əliyev çıxış elədi və xeyli sərt danışdı, xeyli qəzəbli danışdı, həmçinin müəyyən təhqirlərə də yol verdi. Xatırlayırsınızsa, Rusiya Azal təyyarəsini vuranda orada səhv eləmirəmsə 38 Azərbaycan vətəndaşı, 38 sərnişin demək həlak olmuşdu. Hələ o vaxt bu qədər qəzəbli deyildi İlham Əliyev. Bu cür ritorikaya keçməmişdi. Sizcə o nə baş verdi ki, məsələn İrana qarşı bu cür ritorikanı seçdi? Bilirsiniz, İranla Azərbaycan münasibətləri əksərən ziddiyyətli olub. Yəni bu son Azərbaycan müstəqillik əldə etdikdən sonraki dövrdə əksər etibarilə İrandan Azərbaycanın müstəqilliyi əleyhinə bəyanatlar və sair silsilə xarakteri alıb və bu son vaxtlarda eyni zamanda da müharibə dövründə də bir sıra İran rəsmiləri və qeyri-rəsmilər tərəfindən də səsləndirilib. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı belə deyək, Azərbaycana və Azərbaycana qarşı dəfələrlə bəyanatlar olub, İran tərəfindən rəsmi bəyanatlar. Əlbəttə ki, bütün bunlar yığılıb və Azərbaycan tərəfi ümumiyyətlə bu məsələdə əvvəlcədən bəyan edib ki, müharibə tərəfi deyil, qoşulmur. Amma buna baxmayaraq hədəfə tuş alınması Rusiyadakı addım təsadüfi ola bilərdi. Çünki Azərbaycanla Rusiya və yaxud da Rusiya belə deyək, müharibə şəraitində deyil, hansısa formada regionla, Azərbaycanla və yaxud da Gürcüstanla və yaxud da Ermənistanla. Amma İran müharibə şəraitindədir və Azərbaycan açıq şəkildə bəyan edib ki, müharibə tərəfi deyil, iştirakçısı deyil. Buna baxmayaraq, yəni hədəfə götürülüb, yəni bir obyekt, hərbi xarakterli eyni zamanda obyekt, hərbi hava limanından söhbət gedir və onun yaxında da hərbi hissə var və yaxında məşqlər də var. Yəni bu böyük bir faciə ilə nəticələnə bilərdi. Xoşbəxtlikdən, yəni ki, hər hansı bir ciddi itki yoxdur. Yəni 4 nəfərin yaralanmasından söhbət gedir və düşünülmüş bir aksiyadır. Yəni belə görünür rəsmi və qeyri-rəsmi bəyanatlardan, xüsusilə də İran hərbi tərəfinin qeyri-rəsmi, onlara yaxın olan mətbuat orqanlarında yayılmış məlumatlardan bütün bunlar əlbəttə ki, qəzəb doğurur. Yəni ki, Azərbaycan tərəfi aydın şəkildə deyib ki, mənim səninlə işim yoxdur. Amma istər-istəməz İran tərəfi çalışır, Azərbaycan da bu məsələyə qoşulsun. Yəni müharibəni daşısın Azərbaycan tərəfə. Əlbəttə ki, bu narahatçılığa gətirib çıxardır, belə sərt bəyanatlara gətirib çıxardır. O baxımdan eyni zamanda da bilirsiniz, orada bəzi məlumatlar var ki, İran tərəfi şübhələnmiş ki, Azərbaycan ərazisində İsrailli hərbi təlimatçılar var, onlar müəyyən hərbi hissələrdə yerləşiblər və s. Bu kimi məlumatlar Azərbaycan tərəfi təkzib edir və İran da indi çalışır ki, güya, yəni qeyri-rəsmi məlumatlardan bu görünür, həmin hərbi hissələri zərərsizləşdirsin. Yəni bunun qarşısı vaxtında alınmasa, İran kütləvi şəkildə Azərbaycan ərazisini atəşə məruz qoyacaq. Ona görə hansısa bir sərt formada, buna bir sərt tonda cavab vermək lazımdır ki, İran tərəfi bunu dayandırsın. Çünki Azərbaycan bu məsələyə qoşulmaq istəmir. Məncə bu ola bilər. Məsələn, İlham Əliyev dünən dedi ki, ordu bir nömrəli vəziyyətə, hazırlıq vəziyyətinə gətirilib. Daha sonra ardınca qayıtdı, dedi ki, Azərbaycan bu məsələdə İrana qarşı vuruşmayacaq. Heç vaxt vuruşmayıb, bundan sonra da vuruşmayacaq. Əslində ordu müharibə başlanan andan bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. Yəni bu qeyri-rəsmi olaraq yəni belədir. Yəni bu belə olmalı idi. Çünki başqa variantı da yoxdur bunun. Çünki sərhəddə müharibə baş verir. İstənilən halda təhlükəli vəziyyət yarana bilər. Amma bu hadisədən sonra yəni Azərbaycan tərəfi rəsmən bəyan etdi ki, yəni ordu bir nömrəli hazırlıq vəziyyəti. O deməkdir ki, yəni döyüş hazırlığıdır. Yəni Ermənistanla, yəni son 2020-ci il Qarabağ müharibəsində biz necə ordunun gücünü yəni göstərmək, yəni ordu necə hazırlıq vəziyyətinə gətirilməsini müşahidə etdiksə, həmin hazırlıq vəziyyəti indi baş verir. Azərbaycan ordusunda bir nömrəli hazırlıq, yəni müharibə istənilən halda istənilən yerə hücum, müdafiə, zərərsizləşdirmə əməliyyatları həyata keçirilə bilər. O deməkdir ki, yəni İran tərəfi bilsin ki, artıq Azərbaycan tərəfi rəsmən hazırdır müharibəyə. Hansısa bir formada addım atacaqsa, dərhal zərərsizləşdirmə olacaq, dron uçurulacaqsa dron zərərsizləşdiriləcək və yaxud da hansısa bir formada belə deyək, bəlkə də əraziyə müdaxilə də mümkündür, yaxın ərazilərə, İran ərazilərinə, çünki o həmin o bilinmir, yəni o dron hardan buraxılır, necə yəqin ki araşdırma aparılır, bununla bağlı məlumatlar yəqin ki İran tərəfindən çatdırılacaq ki, məhz filan ərazilərdən bu dron uçuşu olub və s. Yəni ki bu sadəcə Azərbaycan tərəfi də İrana qarşı əks güc nümayişini göstərdi ki, biz də hazırıq. Siz hazırsınızsa biz də hazırıq.
Yəni ancaq biz iştirak eləmək istəmirik. Yəni nə etsəniz günah siz tərəfdə olacaq. Yəni bunun səbəbi budur. Amma siz qeyd elədiniz ki, əslində İranın bu cür təxribatları davam eləyəcək. Sizcə məsələn İlham Əliyevin bu çıxışından sonra da olacaqmı belə bir təxribatlar? Böyük ehtimalla mümkündür. Düzdür. Yəni İran rəsmiləri irxaqlıq halında oldu dünən Xariclər Naziri səhv etmirəmsə və digərləri də qətiyyətlə təkzib etdilər ki, bizim xəbərimiz yoxdur və s. Amma mən düşünürəm ki, yəni ki Azərbaycan tərəfi nəzarəti nə qədər ki nəzarəti çox artıracaq, o qədər də İran tərəfi yəqin ki narahat olacaq bu məsələdən və çalışacaq ki, müəyyən qədər, yəni demək ki, əsas məqsəd ki, Azərbaycan, Gürcüstan və Ermənistan bu ipək yoludur. Yəni bu Qərbin marağında olan bir zolaqdır. Və Zəngəzur məsələsi var burada, yəni ki yeni Trump layihəsi var və s. Yəni bu region yəni dünyada diqqəti artırmaq üçün, insanları daha çox narahat etmək üçün bir regiondur İran üçün və çalışacaq ki, bu regiona hansısa bir formada ziyan versin, zərər versin ki, Qərbi biraz Avropanı xüsusilə həyəcanlandırsın. Yəni Avropada Amerika təsir etsin ki, bu iqtisadi region, yəni enerji regionunu yəni sakit buraxsın. Yəni İran hansısa formada. Yəni bunun nə qədər ki bu belə deyək ki, bu region Qərb üçün vacibdir. Yəni Cənubi Qafqaz regionu. Düşünürəm ki, İran çalışacaq ki, məhz Qərbin diqqətini cəlb eləmək üçün bu regionu hansı formada hədəf altına alsın. Təxribatçı atmaq təəssüf ki, mümkündür, gözlənilir müxtəlif istiqamətlərə və mən arzu edirəm ki, bu yaşayış məskənlərinə düşməsin. Çünki böyük faciələ nəticələnə bilər. Azərbaycanın xeyli sayda belə deyək, yaşayış məskəni İranla birbaşa sərhəddədir, sərhəd yaxınlığındadır. Burada bizdə əgər müharibə xəritəsinə baxsaq, yəni İsrail və Amerika qoşunlarının hədəf aldığı regionlara baxsaq, bunlar Azərbaycan sərhədinin təxminən 150-200 kilometrliyində baş verən proseslərdir. Təbriz şəhəri və onun ətrafı, yəni bu istiqamətdə istənilən raket cavab atəşi bilərəkdən və yaxud da bilmərəkdən Azərbaycan ərazisinə hədəf ala bilər. Yəni bu çox təhlükəli bir hazırda vəziyyətdir. Ona görə də Azərbaycan istənilən halda hazır olmalıdır. Türkiyənin dəstəyi ilə mən düşünürəm ki, dünən 2-3 dəfə Türkiyə tərəfi ilə danışıqlar olub bu məsələ ilə bağlı. Yəni birgə fəaliyyət, təhlükəsizlik məsələləri kimi məsələlər müzakirə olunub. Düşünürəm ki, indiki məqamda Türkiyə Azərbaycana maksimum dəstək verəcək. Yəni əslində proses gedir. Müəyyən məlumatlar ortadadır. Yəqin ki, xeyli sayda Türkiyə nəzarətçilər, təlimatçılar, hansı formada mütəxəssislər artıq Azərbaycana bu istiqamət dəstək verməklə məşğuldurlar. Demək, İngiltərə, dünən mətbuatda oxudum ki, İngiltərə qeyd edir ki, İranın Kipirdəki bazalara dron hücumu etməsi, raketlə hücum etməsi təsadüfüdür. Yəni İran bilərəkdən Kipirdəki bazalara hücum etməyib. Bunu həmçinin bu cürdə şərh edənlər var ki, əslində İngiltərə demək istəyir ki, biz İrana qarşı vuruşmayacağıq və yaxud da ki, əslində bunu eləyən üçüncü tərəfdir, İran deyil. Bilirsiniz, burada dövlətdə açıq şəkildə bəyan etmirlər ki, yəni ki, günahkar filan kəsdir, biz də ona cavab verəcək və s. Müharibənin miqyasını böyütmək, ümumiyyətlə, 3-cü Dünya müharibəsinin başlanmasına dəlalət edə bilər. Ona görə də dövlətlər çox ehtiyatlıdırlar bu bəyanatlarda və çalışırlar ki, belə deyək, bunu biraz regionallaşdırsınlar, yəni belə də kiçik bir lokallaşdırsınlar bu prosesi. Heç mi üçüncü tərəfin manipulyasiyası məsələsi ortada ehtimalı ola bilməz? Necə? Heç mi üçüncü tərəfin manipulyasiyası ehtimalı ola bilməz ortada? Mən düşünürəm ki, burada hər bir şey İran tərəfinin addımlar üzərində qurulub. Yəni burada hər hansı bir təsadüfi ya qeyri-təsadüfi məsələdən söhbət getmir. Birbaşa hər hansı bir addım İran tərəfinin planlaşdırdığı addımlar. İran, yenə mən qeyd etdiyim kimi çalışır ki, bu münaqişəni lokallaşdırmadan çıxartsın. Bunu regional və dünya müharibəsinə çevirsin. O baxımdan artıq NATO belə deyək, hədəflərini götürür, fokuslandırır. Ona o istiqamətdə Kiprə yönəlir ki, yəni ki, belə deyək, orada hansısa formada NATO-nu cəlb eləsin prosesə və hansısa formada bu məsələni böyütsün və Qərb də çalışır ki, bu lokallaşmış formada qalsın. Bu Amerika və İsrailin birgə əməliyyatıdır və yəni ki, nə işdirsə onlar özlərinə aiddir. Yəni bunun belə deyək, siyasi dəstək olmasına baxmayaraq, Avropanın bir çox ölkələri siyasi dəstək verirlər, yəni müəyyən bəyanatlarda. Məsələn, Almaniya
daha çox İranı tənqid edir, nəinki Amerikanı. Misal üçün o baxımdan da siyasi dəstək yerində, amma müharibə sırf dəstəyi, əməliyyat dəstəyi ilə bağlı hər hansı bir proses yoxdur. Yəni bununla bağlı heç bir arzu, ideya da yoxdur. O baxımdan amma İran istəyir ki, konkret orta faktlar olsun ki, misal üçün buna dünya dəstək verir, buna NATO dəstək verir və münaqişənin ərazisini, sahəsini böyütsün. Və dünyanı, bütün insanların buna cəlb eləsin, insanlar narahat olsunlar, aksiyalar olsun, etiraz aksiyaları dünyanın hər yerindəki bu münaqişə dayansın və s. Amma aydın ki, qərb çalışır ki, bu lokal qalsın. Burada problem İranın siyasi hakimiyyətidir, rejim dəyişilməlidir, demokratiya qurulmalıdır və s. Lokallaşdırma prosesi aparılır, amma İran əlbəttə bunun əksini həyata keçirir. Xatırlayırsınızsa, yerli müstəqil medialarda sərhədə qoşun yeridilməsi, qoşun yığılması ilə bağlı, Azərbaycan yəni qoşununun yığılması ilə bağlı xəbərlər, qeyri-rəsmi xəbərlər paylaşıldı və bu qısa bir zaman kəsiyində beynəlxalq mətbuata kimi gedib çıxdı. Bütün istinadlar oldu və s. başqa medialar. Sonra da Sepaha bağlı Telegram qrupları, Telegram kanalları bunu əsas gətirərək hücuma bəraət qazandırdılar. Sizcə bu xəbərlərdən sonra hücumun baş verməsi təsadüfüdürmü, yoxsa birbaşa bağlılığı varmı? Bilirsiniz, yəni bu qoşunların toplanması, cəmlənməsi barədə xəbərlər Qeyri-rəsmi xəbərlər idi. Necə? Qeyri-rəsmi xəbərlər idi. Bəli, qeyri-rəsmi. Amma bu təbii xəbərlərdir. Yəni bu baş verməli idi. Mən qeyd etdiyim kimi Azərbaycan sərhədində müharibə baş verir və orada Azərbaycan sərhəd qoşunları dayanıb və bu müharibəyə görə qaçqın axını mümkündür. Yəni kütləvi şəkildə bunun qarşısını almaq üçün əlbəttə ki, Azərbaycan təhlükəsizlik tədbirlərini gücləndirməli idi və qoşunların sayını artırmalı idi. Əvvəllər orada məsələn bir əsgər dayanırdısa 100 metrəyə, əlbəttə ki, indi orada 3 dənə əsgər dayanmalıdır və orada 5000 əsgər dayanırdısa indi olmalıdır 15000 və daxili qoşunlara cəlb olunmalıdır. Lazım olsa silahlı qüvvələr, yəni milli ordunun müəyyən hərbi hissələri də cəlb olunmalıdır. Çünki bu bütöv böyük bir sərhəddir. Yəni ki, Azərbaycan İran sərhədi Xəzər dənizindən başlamış Türkiyə sərhədinə qədər böyük, uzun bir sərhəddir və o sərhəddə dayanmaq üçün minlərlə, yəni ki, əsgərə, hərbi heyətə ehtiyac var. Ona görə də orada toplanma gedirdi və bu təbii qarşılanırdı. Yəni ki, misal üçün Qarabağ, yəni keçmiş Qarabağ ətrafı işğal olunmuş ərazilərdə, xüsusilə Füzuli, deməli Zəngilan istiqamətində orada milli ordu qüvvələri dayanıb. Onlar da cəlb olunmuşdu misal üçün sərhədə. Çünki sərhədin yaxındadır bilavasitə. Naxçıvanda da əlbəttə ki, milli ordu oradadır və sərhəd cəlb olunub və digər ərazilərdə də. Yəni bu təbii bir prosesdir. Sadəcə bu informasiyanın müxtəlif formada belə deyək, təqdim edilməsi və s. bəzi qıcıqlanma halları yarandı ki, Azərbaycan müharibəyə hazırlaşır, hansısa formada müdaxilə eləyəcək İran ərazisində və s. Yəni əlbəttə ki, ağlı başında olan insanlar, şəxslər, rəsmilər bilirlər ki, bu xəbərdə qeyri-adi bir şey yoxdur. Amma müəyyən qüvvələrə malik radikal xarakterli qüvvələr, müəyyən mənbələr, media qurumları vasitəsilə belə bir təxribatçı xəbərlər yayırlar və s. Azərbaycana qarşı, Azərbaycana hədəf göstərdilər və s. Ona görə də müharibədə belə şeylər olur, belə xəbərlərlə manipulyasiya olur. Orada mən hər hansı bir qeyri-adi bir məsələ görmədim. Amma Azərbaycan rəsmən bunu artıq dünən təsdiqlədi ki, artıq bir nömrəli səfərbərlik halına gətirilib, hazırlığına gətirilib Azərbaycan silahlı qüvvələri. Yəni indiyə qədər bu qeyri-rəsmi idi, amma indi rəsmidir. Yəni o baxımdan, amma indiyə kimi daha çox kütləvi qaçqın axınının qarşılamaq məqsədi güdürdüsə, yəni qoşunların toplanması sərhəd boyunca, indi isə artıq müharibəyə hazırlıq xarakteri güdür. Yəni bu fərq bundan ibarətdir. Azərbaycan indi rəsmi şəkildə bəyan etdi və bunun səbəbi var. Səbəbi də odur ki, Azərbaycan ərazisi atışa məruz qalıb və bu gələcəkdə baş verməməsi üçün, bunu zərərsizləşdirmək üçün hansısa formada addımlar atılmalıdır. Hadisələr necə cərəyan edəcək, əgər İran növbəti dəfələrdə də belə bir addımlar atacaqsa? Mən düşünürəm ki... Azərbaycan müharibəyə qoşulma ehtimalı varmı? Belə deyək ki, geniş miqyaslı müharibəyə qoşulma ehtimalı yoxdur. Çünki Azərbaycanın ona resursları yoxdur, məhduddur. Daha çox, yəni Azərbaycanda sığınacaqlar, mülki əhali üçün
sığınacaqların vəziyyəti necədir? Yəni bu çox ciddi bir sualdır. Yəni bu ayrıca bir mövzudur. Yəni insanlar necə qoruna bilərlər? Əgər hansısa bir kütləvi atəş altına düşsələr, raket atəşinə, dron atəşinə necə qoruna bilərlər? Yəni bununla bağlı dövlət rəsmiləri hər hansı bir addım indiyə kimi görməyiblər, təəssüflər olsun. Burada ciddi korrupsiya halları var və s. Bu başqa bir söhbət mövzusudur. O baxımdan mən düşünürəm ki, Azərbaycan tərəfinin heç bir halda marağında deyil ki, bu müharibənin tam hüquqlu dırnaq arasında bir üzvü olsun, yəni iştirakçısı olsun. O baxımdan mən düşünürəm ki, Azərbaycan tərəfi hazırda sadəcə müşahidə imkanlarını gücləndirəcək, sərhəd xətti, sərhəd zolağı boyunca və hər hansı bir şübhəli bir uçuş olacaqsa Azərbaycan sərhədlərinə doğru onu yerindəcə, göydəcə neytrallaşdırma əməliyyatları, zərərsizləşdirmə əməliyyatları həyata keçirdəcək və bununla bağlı dərhal faktları, sübutları İran tərəfinə təqdim edəcək. Yəni bundan sonra mən bu kimi addımlar gözləyirəm. Sərhədin müxtəlif istiqamətlərində və əlbəttə ki, bu Türkiyə ilə birgə belə deyək, əməkdaşlıqda baş tutacaq. Türkiyənin dəstəyi vacibdir bu istiqamətdə. Azərbaycan tək başına bunu bacara bilməz. Baxmayaraq ki, müharibə təcrübəsi var, dron təcrübəsi var, hava hücumundan müdafiə təcrübəsi var. Amma yəni ki, Ermənistanla müharibəni biz müqayisə edə bilmərik. İranla müharibə ilə miqyaslar və ümumiyyətlə hər bir şey fərqlidir bu məsələdə. Bu regional bir münaqişədir və böyük faciələr vəd edə bilər. Azərbaycan üçün əgər hansısa formada bu münaqişəyə geniş miqyaslı şəkildə qoşulsa. O baxımdan mən hesab edirəm ki, Azərbaycan və İran hansısa bir formada siyasi kommunikasiyada olacaqlar. Yox, əgər İran tərəfdən ciddi təxribatçı əməllər olacaqsa və Azərbaycan ərazilərini, yəni yaşayış məskənlərini kütləvi insan ölümü ilə nəticələnən fəaliyyətlərlə davam edəcəksə, əgər İran tərəfindən bir addım olacaqsa, düşünürəm ki, hansısa formada Azərbaycan istəmədən bu müharibəyə qoşulacaq və bunun nəticələri çox fəlakətli olacaq. Həm İran tərəfi üçün, həm Azərbaycan tərəfi üçün və ümumilikdə Azərbaycan xalqı üçün. Çünki həm cənubda, həm də şimalda hər iki tərəfdə azərbaycanlılardır və bu çox yaşayış məskənləri baxımından çox belə deyək, faciəli ola bilər. Cəsur bəy, çox sağ olun. Təşəkkür edirəm sizə. Sizə sağ olun, minnətdaram. Hələlik. Hələlik.